Salam kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün artıq sizlə müasir dövrə aid bir mövzunun istərdim ki, izahını paylaşaq, bölüşək. Biz bilirik ki, müasir dövr dünya tarixində, ümumi tarixdə 1919-cu ildə Versal müqaviləsinin bağlanmasından ta ki, bugünümüzə qədər olan dövrü əhatə etməkdədir. O məsələlərə bugün ətraflı toxunacağıq. Misal, Versal-Vaşinqton sistemi və ya müqavilələr kimi də bunu qeyd edə bilərik. Bu günlərin biz sizinlə ilk öncə Versaldan, daha sonra isə Vaşinqton sistemindən danışacağıq. Versal müqaviləsi. Versal müqaviləsi nədir? Birinci Dünya müharibəsi, deməli bilirik ki, 1914-1918-ci illəri əhatə etmişdir. Birinci Dünya müharibəsi bitəndən sonra qalib dövlətlər məğlub dövlətlərə necə deyirlər, təzminat ödəmələri üçün, məğlub olduqlarını qəbul eləmək üçün bu müqaviləni bağlatdılar və öz hökmranlıqlarını, ərazi iddialarını falan təmin etmək məqsədi daşıyırdı Versal müqaviləsinin əsas şərtində. Versal müqaviləsi bağlanmamışdan öncə bir konfrans kimi çağırılır. Yəni o nümayəndə heyəti, qalib və bitərəf dövlətlər bir yerə yığışırlar. Deməli 1919-cu ilin 18 yanvarında. 18 yanvarda şu konfrans yazaq gəl. Konfrans toplandı. Konfransda məqsəd dedi ki, qalib və bitərəf dövlətlər və məqsəd odur ki, məğlub olan ölkələrə müqavilə bağlatsınlar. Bu konfransın 1919-18 yanvarda keçirilməsində öz məqsədi var idi. Yəni bu bir növ Versal sarayındadır, bilirik Fransanın və Almaniya Birinci Dünya müharibəsində məğlub olmuşdu. Fransanın Almaniyadan qisas alması hərəkatı idi. Çünki 1871-ci ilin elə həmin gün 18 yanvarında bu Versal sarayında, Fransanın ərazisində, yəni Versalda Almanlar öz imperiyalarını yaratdıqlarını elan eləmişdilər. Alman imperiyası 1871, 18 yanvar. Elə həmin məqsədlə 18 yanvar günü Versal sarayında da bir növ qisas almaq məqsədi ilə fransızlar bu konfransı çağırırlar Versal sarayında. Müqaviləni bağlayan ilk dövlət elə Almaniyadır. 1919-cu ilin 28 iyununda. 28 iyun. Bu hadisə sizə nəyə çağrışdıracaq? Biz bilirik ki, Birinci Dünya müharibəsində başlama nə idi? Yəni, bəhanə nə idi? 1914-cü ilin 28 iyununda Avstriya Macaristan şahzadəsi vəliəhdi Franz Ferdinand Serb millətçisi Gavrila Prinsips tərəfindən öldürülmüşdü. Gavrila Prinsips. O da 1914-cü ilin 28 iyunuydu. O hadisədən tamı-tamına 5 il keçəndən sonra Almaniya Versal müqaviləsini imzaladı. Elə müharibə başlayan günü. Almaniya Versalı imzaladı. İmzaladı. Versal-Vaşinqton sistemində ümumiyyətlə konfransda iştirak etməyən bəzi dövlətlər var. Bunlar kimdir? Bir misal Rusiyadır. Çünki bilirik ki, Rusiyada 1917-ci ildə çevriliş olur, Romanovlar devrilir və hakimiyyətə gələn bolşeviklər Sovet Rusiyasını qururlar. Çevrilişin nəticəsində, fevral inqilabının nəticəsində 17-də və onlar elə müharibə bitmədən separat aktı imzalayırlar və müharibədən çıxırlar. Separat aktını da imzalamışdılar almanlarla. Yəni müharibədən çıxdıqlarını elan eləmişdilər və özlərini artıq, necə deyərlər, bitərəf kimi göstərdilər və müharibədən çıxdı ruslar. Bu da hansı müqavilə idi? Deməli, 1918-ci ilin 3 martı bilirik ki, bu Azərbaycan tarixində də dəlalət etmiş bir müqavilədir. Bu hansı müqavilədir? 3 martda Brest-Litovsk sülhü. Və Rusiya çıxır deməli Birinci Dünya müharibəsindən. Biri bu məqsədlə elə Rusiyada iştirak etməyə, Sovet Rusiyası. Daha sonra Çindir. Çinin xoşuna gəlməmişdi Yaponlara verilən ərazi məsələləri yazıram. Çinin bəzi əraziləri Yaponiyaya verilir və Sakit Okean ətrafında Yaponiyaya geniş hüquqlar verir. Ona görə də Çinin xoşuna gəlmir və Çin iştirak eləmir Versal-Vaşinqton sistemində.
Daha sonra Vaşinqtonda görəcək ki, Çinin hüquqları bərpa olunacaq. Sonra növbəti də kimdir? Deməli elə Amerikanın özüdür. ABŞ. Onun da məqsəd orada nədir? O deyirdi ki, mən Millətlər Cəmiyyətinə üzv deyiləm. Millətlər Cəmiyyətinə üzv deyil. Üzv. Aha, deyil. Əslində elə bu Millətlər Cəmiyyətini biz bilirik ki, Amerika prezidenti Woodrow Wilson. Woodrow Wilsonun 14 maddəsi var idi. Elə bu müharibə ilə bağlı. Birinci Dünya müharibəsinin bitməsi Versaldan bağlı. Elə onun 14 maddə prinsipi əsasında bu Versal-Vaşinqton sisteminin təməlləri atılmışdı. Orada misal nə idi? Gizli separat aktlar qarşısı alınırdı. Misal dünya suları hər kəsə açıq olmalı idi. Müharibə vaxtında da necə sülh vaxtında idisə, yalnızca bilir ki, daxili sular istisna olmaqla, bu da təbii bir haldır. Bu kimi məsələlərdir. Sonra bir də əsas burada bilirsiniz nədir? Ölkələrin, ölkə deməyək, xalqların, yəni xalqların, millətlərin öz müqəddəratını həll etmə hüququnu verir. Ona görə birlikdə AXC-də iştirak eləmişdi burada və öz müstəqilliyini tanıtmışdı de facto olaraq. Aha, bu hüququ da xalqlara, millətləri verir. Düzdür, bu da sonralar milli çıxışlarına, əsasən də Şərqi Avropada millətçilik hərəkatları ilə Avropa bir qızğınlıq dövrü keçirəcək bu məsələlərlə. O da onun, necə deyərlər, qarışıq bir hissəsi idi. Woodrow Wilson əslində Versalı irəli sürür, Versal-Vaşinqton sisteminin müddəalarını falan. Amma Amerika özü Millətlər Cəmiyyətinə üzv olmur. Bu da Versal-Vaşinqton sisteminin zəiflədiyini, yəni zəif olduğunu göstərən faktlardan biridir. Və bir də Almaniyaya, necə deyərlər, diktə edici sülhün imzalatdırılması, məcbur edilməsi də bura daxildir, bu faktda. Aha, belə. Woodrow Wilsonun Amerikada əslində, üzr istəyirəm, Almaniya yox, Amerika. Amerika niyə iştirak eləmirdi bu Millətlər Cəmiyyətində? Deyirdi ki, biz Avropanın işlərinə qarışmırıq və bitərəflik, təcridçilik, təcrid olunmaq. Təcridçilik siyasəti yeridirlər, ona görə də iştirak etmirlər. Bu məsələ də öz yerində. Gəlin indi Almaniya ilə bağlanan bu Versala baxaq. Versal. Gəlin elə istəyirsə burada yazaq biz onu. O iki hissədən ibarətdir bu Almaniya ilə bağlanan. Birinci hissədə ərazi məsələlərdir, ərazilər. Misal, nələri qeyd edə bilərik? Bir saniyə. Ərazilərlə bağlı. Tutaq ki, Elzas-Lotaringiya var idi. Elza yazdı. Lotaringiya. Bu əraziləri, Elzas və Lotaringiyanı deməli, qaytarmalı oldular Fransaya. Fransaya qaytarıldı. Nə vaxt alınmışdı bəs? O vaxt alınmışdı ki, deməli, 1871-ci ildə elə bu deriyə Alman imperiyasının yaranması. Ondan əvvəl Frankfurt-Main deməli müqaviləsi imzalanır, Frankfurt. Və orada Elzas-Lotaringiya Fransadan alınaraq Almaniyaya birləşdirilir. Almaniyanın olur. Onu indi məcbur qaytarır Fransaya. Sonra Sar bölgəsi var. Sar bölgəsi verilir Millətlər Cəmiyyətinə, onun idarəsinə, yəni əsasən də Fransaya. Fransanın mandatı olur, elə bilə, onun idarəçiliyi altına keçir və Fransaya verilir Sar bölgəsi. Sar bölgəsinin müqəddəratı da 15 ildən sonra təyin olunacaqdır müqavilə ilə. Yəni ki, plebisist xalq seçməsi ilə. Plebisist yazaq gəl. Xalq seçməsi ilə də, yəni xalq necə istəsəydi, tutaq ki, 15 ildən sonra deyəcək, biz Fransanın tərkibində yaşayaq, ya da ki, gedək Almaniya birləşək. Daha sonra baxaq üçüncü məsələyə. Üçüncü məsələ orada nə olacaq? Deməli, Polşa, onu da qeyd edək. Polşaya keçən ərazilər. Bu nətə yadda saxlayacaqsınız Polşaya. Poznan, P. Onu qaraldaram, daha yaxşı yadda qalar. Poznan və Şərqi Prusiya, yenə P. Şərqi Prusiya. Prusiyada bilirsiniz də, əvvəllər Prusiya ilə. Almaniyada olan əraziləri idi ki, bunları qaraldım mən ilk hərfləri. Aha. P. Sonra P.
Bunlar deməli keçdi kimə? Oldu Polşanın və Şərqi Avropada bəzi ərazilər də əlindən alındı Almaniyanın. O birisi şərtini də zaten 4-ü bilirsiniz də, müstəmləkələri əlindən çıxır, ərazisi bölüşdürülür işğal zonasına falan, bütün müstəmləkələrini itirir. Müqavilənin ikinci hissəsi var. Bu nədir? Bu, yəni hərbi hissəsidir. Bu ərazi ilə bağlı idi. Bir, ikincisi isə ikinci hərbi yazaq gəlin. Eyni olsun da. Hərbi. Misal, əsas nəyə gətirə bilərik? Silahları məhdudlaşdırıldı. Ordusu ləğv. Məcburi tutaq ki, orduya cəlb olunma ləğv. İcbari də məcburi hərbi xidmət. Hərbi xidmət deyə daha aydın olsun. Sonra Reyn zonası var idi. Reyni silahsızlaşdırmalı idi. İkinci, Reyn zonası silahsızlaşdırıldı. Hə, gəldi hazır. Nədir bu silahsızlaşdırma yoldaşlar? Yəni ki, silahları, ordusu ləğv olunur və orada Reyn bölgəsində, çaydır özdə bu, ya sağ ya sol sahilində ordu saxlaya bilməzdi. Məsələ budur. Reyni silahsızlaşdırılması, sonra ordusu 100.000 nəfərə qədər azaldılmalı idi. Ordusu kəskin şəkildə azaldılır. Təzminat ödəməlidir. Ən ağır şərti budur, üçüncü təzminat. Və bir də ən, necə deyərlər, alçaldıcı. Düzdür, hansı müharibədə hansı dövlət məğlub ola bilər. Amma alçaldıcı olanda sonra onun nəticəsi digər dövlətlər üçün ağır olur. Diktə edildi də, diktə. Və günahkar yazıram, izah edirəm, o da nədirsə. Bax, Almaniyanı bu bütün müharibənin günahkarı elan edədilər və diktə nədir? Zorla. Zor gücünə o müqaviləni ona bağlatdılar. Bu da sonra diktə deyil, əslində bu K-dır, üzr istəyirəm, Q deyil, K-dır bu arada. Hə, nəsə, səhv yazdıq. Və bu müharibənin sanki bütün günahı Almaniya almış kimi, əslində böyük günah əlbəttə Almaniyanın idi, amma digər dövlətlər də iştirak eləmişdi və bu Alman xalqında, Almanlar axı çox millətçidir. Necə deyərlər, böyük bir narazılığa səbəb oldu. Xalq arasında millətçi hərəkatlar genişləndi ki, sonra da biz gördük ki, Almaniya səbəb oldu 2-ci Dünya müharibəsinə. Öz haqlarının tapdandığını falan düşündü. Ona görə 2-ci Dünya müharibəsi başladı. Tarixi digər bir acınacaqlı fəlakətə sürüklədi. Əslində bu da elə bu Woodrow Wilsonun, bu Versal sisteminin yaratmazlığının nəticəsi idi. Yəni yaxşı yaradılmamışdı, ziddiyyətlər çox idi. Məsəl təzminat məsələsi həll olunmur. Nə bilim, digər ölkələr, hətta deyir qalib ölkələr də narazı qalırlar da Versal sisteminin. Versal müqavilə sistemi ancaq Almaniya ilə bağlanmır, onun müttəfiqləri ilə də bağlanır. 1919 və 1920-ci illərdə, 19-cu ildə baxaq görək kimlə imzalanıb. Misal deməli Avstriyanı. Özü bilirsiniz də Avstriya-Macaristan imperiyası burada parçalanır. Ümumiyyətlə 1-ci Dünya müharibəsi bitəndə və ya onun gedişində parçalanan 4 dənə imperiya var. Biri elə Avstriya-Macaristandır, Almaniyada elə Almaniyanın özüdür, Osmanlıdır. Daha sonra bir də Rusiya, Çar Rusiyası elə müharibənin gedişində bunlar parçalanır. Almaniyada bilirsiniz ki, sonda gedişdən elə bir müharibə bitməyə 2 gün qalmış. Bu kimi şəkildə görürük ki, biz bu imperiyalar da parçalanır. Avstriya ilə hansı müqavilə imzalanır? Deyirik ki, Saint-Germain. Saint-Germain. Bax, burada da yenə təzminat məsələsidir. Ərazisinin bir hissəsi elə bil alınır, qalib dövlətlər qonşu dövlətlərə verməli idi və silahı, orduları, yəni məhdudlaşdırılır, hərbi sistemi. Avstriyada sonra 19-da kimdən idi? Bir dənə də dövlət var ki, biz qeyd edirik Bolqaristanla. Bu ney müqaviləsi? Bunu bilməmiş olmalısınız. Bolqaristanla da neyi? Bir də 20-də var. 1920-də ən məşhuru Osmanlı ilə. Niyə yaza bilmədim? 1920 Osmanlı ilə Sevr Avstriya nə idi? Osmanlı ilə Sevr müqaviləsidir. Daha sonra bir də 1920-ci ildə biz qeyd eləməliyik ki, Macaristanla. Bu özdə bölünüb də bilirsiniz. Sevr. Belə yazaq. Macaristanla da Trianon. Trianon müqavilələri. Avstriya, Macaristan görürüz, bölünüb Avstriya ilə Saint-Germain 19, Macaristanla da Trianon 1920-ci ildə bağlandı. Ümumi olaraq dedik ki, müqavilələrin nəticələri nə idi?
Ərazisi qonşu dövlətlərə verilir, ərazisi bölüşdürülür. Daha sonra nə deyə bilərik? Ordu sistemi azaldılır, hərbi hissələrin sayı azaldılır, məhdudlaşdırılır və ən əsası təzminat ödəməli idi. Burada Osmanlıda Sevil məsələsinə də toxunaq. Yəni əslində istəyirdilər ki, o Şərq məsələsini Avropa burada həll eləsin, amma Mustafa Kemal kimi tarixi bir şəxsiyyətin dünya tarixinə çıxması, yəni Osmanlı torpaqlarını onu yetişdirməsi buna imkan vermir. Düzdür, bu müttəfiqlər arasında ziddiyyətlərə görə Sevil müqaviləsi gec imzalanır 1920-nin avqustunda. Amma yenə də ləğv olunur da, yəni Milli Azadlıq Hərəkatı qalxır və müqavilə qəbul olunmur. Bu kimi məsələlər. Bu da öz yerində. Sonra danışaq biz keçək Millətlər Cəmiyyətindən. Millətlər Cəmiyyəti. Nədir yoldaşlar bu Millətlər Cəmiyyəti? Burada məsələlər bayaq da qeyd elədik Millətlər Cəmiyyətinin mahiyyətini. Misal ABŞ-ın ratifikasiya etməməsidir. Yəni deyir ki, mən Avropa işlərinə qarışmıram, təcridçilik siyasəti həyata keçirirəm. Sonra Rusiya iştirak eləyə bilmir, çünki elə separat sülh bağlanmışdı. Məğlub dövlətlərdir, bir tərəflərdir. Bu müqavilədə iştirak eləmirlər. Bu kimi məsələlər. Sonra Millətlər Cəmiyyətinə üzv qəbul olunma və çıxma illəri olar bilməlisiniz. 1926-da Almaniya qəbul olunub. Qısa yazacağım. Qəbul ya da daha sonra qeyd eləməliyik. 33-cü ildə bu sonraki mövzularda orada yenə də keçərik. Almaniya və biz kimi qeyd edirik? Yaponiya. Yaponiya bunu narazı qalmışdı və Almaniya həmçinin bu necə deyərlər, Versailles-Vaşinqton sistemindən ona görə çıxırlar. Çıxdı yazaq da. Aha, 33-cü ildə Almaniya, Yaponiya Millətlər Cəmiyyətindən çıxarılır. 34-də deməli qəbul alır SSR-i. SSR-də artıq bilirsiniz də Sovetlər İttifaqıdır. SSR qəbulu yazaq. 39-da da çıxarılır. 1939. Polşaya yürüşləndir bu da özdə. Çıxarıldı. SSR-də yan-yana yazdım ki, belə yadınızda qalsın. Sonra keçək biz nədən danışaq? Mandat sistemi. Nədir yoldaşlar bu mandat sistemi? Yəni bir növ məğlub dövlətlərin ərazilərinin, müstəmləkələrin bölüşdürülməsi idi qalib dövlətlər arasında. Amma Amerika burada istəmirdi ki, Almaniya çox zəiflətsin. Çünki İngiltərə və Fransanın gələcəkdə çox güclənəcəyindən qorxurdu. Ona görə elə Amerikanın təklifi ilə, Woodrow Wilson təklifi ilə bu mandat sistemi quruldu. Yəni ki, mandatlığa bölünmə. Millətlər Cəmiyyətinin torpağı kimi elan edilirdi verilən ərazilər. Və birbaşa tutaq ki, mülkiyyətə keçmirdi. Ancaq C kateqoriyasına bölünənlər birbaşa mülkiyyətə keçirirdi. Amma çox torpaqlar, yəni Millətlər Cəmiyyətinin vasitəçiliyi idarə olunurdu. Yəni müstəmləkəçiliyin bir növ dolayı yoludur, amma nisbətdə bir var birbaşa tutaq Fransanın ya kimin torpağı ola. Bir də var ki, Millətlər Cəmiyyətinin orada bəzi digər dövlətlərin də, güclü dövlətlərin də hüquqları ola. Bu məsələ də öz yerində. Və mandat sistemində bölünürdü 3 kateqoriya A, B, C. Niyə görünmür? AB dedik ki, Millətlər Cəmiyyətinin əleyhinə, C kateqoriyası isə onun mülkünə çevrilirdi. Aha, sonra burada nə deməliyik? Biz məsələlərə toxunaq, Woodrow Wilsonu qeyd elədik. Və bu ərazilər dediyi Millətlər Cəmiyyəti onların adından idarə olunurdu. Yəni ki, tutaq ki, deyirdi, onun mülküdür və bu şəkildə idarə edilməkdə idi. Millətlər Cəmiyyətində bu, yəni mandat sistemində də mandat alınan ölkələr kimdir? Biz misal qeyd eləməliyik. İlk öncə devləri Fransadır, deməli İngiltərədir və bir də Belçikadan sonra qeyd eləyirik Yaponiyanı. Ki, hansı ki bunlar Yaponiya mandat alırlar. Bu da Yaponiyanın da mandat alması, deməli Sakit Okean hövzəsində şərqdə möhkəmlənməsi Çinin xoşuna gəlməyən addımdır. Yəni bunu Çin xoşlamadı. Biz Versailles sistemini qeyd etdikdən sonra yoldaşlar, indi qeyd etməliyik onun ardınca davamı olaraq daha sonra Versailles sistemindən sonra davamı olaraq biz Vaşinqton
sistemini, yəni müqavilələrini qeyd eləməliyik. Hansı ki, konfransda, Vaşinqton konfransı əhatə edib 1921-22-ci illəri, bax bunu yazır 1921-1922-ci illəri. Burada da əsas məsələ tutaq ki, uzaq şərqdə, nə bilim, Sakit Okean sahilində də Yaponiya ilə bağlı məsələlərdir. Onlar həll olunmamışdı da Versalda, o məsələlər yox idi. Uzaq şərq, Yaponiya, yəni Sakit Okean sahəsi yazaq, Sakit Okean. O məsələləri həll eləmək məqsədi ilə okean səhv yazdım. Çağırılıbdır bu artıq Versal Vaşinqton konfransı. Vaşinqtonda davamı 21-22-də. Aha. Burada 3 dənə ardıcıl müqavilə imzalanır. Nəsə. Hə, axır ki oldu. Aha, bu birinci misal nədir? 4 dövlət müqaviləsi. Birinci 4 dövlət müqaviləsi. Kim olar? Ən güclülər. İngiltərə. Qısa yazıram yoldaşlar. Yadınızda qalar da yəqin. Fransa, sonra Amerikanın özü, Amerikan devi unutmayaq. Sonra da bir də Yaponiyada, hə, bölgədə Yaponiya güclüdür axı. Burada məsələ nədir? Sakit Okeandakı mülklər tanınır. Hamının bu dördü arasında imzalanıb. İkinci müqavilə Çinə aid müqavilədir. İkinci. Orada məsələ nədir? Çinə aid müqavilədə. Bax, Çinin sərhədləri, müstəqilliyi, bax, Çin yazıram. Sərhədi, müstəqilliyi tanınır. Bu kimin xoşuna gəlməz? Yaponiyanın müstəqilliyi tanındı. Sonra burada bir də Amerika Çin üçün, axı Çin indi də bilirsiniz də, indidən belə tuta bilərsiniz bunun məntiqi cəhətdən. Çin dünyanın çox güclü, yəni sənaye, ticarət mərkəzidir. Amerikanın burada iqtisadi maraqları, məqsədləri var idi və Çinə açıq qapı siyasəti, açıq qapı tətbiq elədi. Açıq qapı. Aha, Çin bu da dedi ki, Yaponiyanı narazı salır. Üçüncü müqavilə isə yenə Yaponları narazı salan bir müqavilədir. Yaponiyanı Sakit Okeandakı fəaliyyəti məhdudlaşdırır. Yaponiya məhdud yazıram da. Məhdudlaşdırdı. Sonra dəniz üstünlüyü də keçir ABŞ-a. Məhdud, dəniz üstünlüyü. 4 niyə yazdım? Dəniz üstünlüyünü Amerika ilə İngiltərə elə bir bölüşür. Üstünlüyü. Gəl mürtəzə çax yazaq. Əvvəl bir İngiltərə idi. İndi Amerika ilə Amerikada gəlmək istədi. ABŞ İngiltərə. Aha. Nəsə oldu, indi səsim yazmaz bəlkə də. Aha, bu məsələ də öz yerində. Bunu da qeyd elədik və hər üçü də Yaponiya zid olan müqavilələri idi. Və sonda istəyərəm ki, bu Versal Vaşinqton sistemi haqqında 3-5 cümlədə deyim, mövzunu toparlayaq. Misal Fransa. Dövlətlər haqqında qısa-qısa deyək, bitirək. Bax, Fransa misal qalib dövlət kimi çıxsa da, özü də Versal Vaşinqtondan narazı qaldı. Niyə narazı qalır? Çünki Fransa onun elə bil ki, xarici müstəqilliyini də, yəni təhlükəsizliyini təmin edilmədiyini düşünür və haqlı şəkildə düşünür bunu. Çünki biz görəcəyik ki, 2-ci Dünya müharibəsi dövründə Almaniya gələcək Fransa ərazilərini işğal eləyəcək. Bunu elə görə tarix bizə göstərəcək. Fransadır. Sonra nə deyə bilərik? Bax, Yaponiya qalib gəlib, o boyda ərazilər tutub, amma Çinin xeyrinə məsələni həll eləyiblər. Ona görə ilə Amerikadan küsür və revanşizm siyasəti həyata keçirir. 2-ci Dünya müharibəsində gedəcək, birləşəcək Almaniya ilə. İtaliya Üçlər İttifaqının atıb 1915-də gəlir Antanta ilə müqavilə bağlı, gizli müqavilə. Amma ona verilən torpaqlar, vədlər yerinə yetirilmir. Bu da İtaliyanı küstürən faktordur. Sonra nə deyə bilərik? Bax, misal Ərəb tayfaları. Bu birlikdə Ərəbistan yarımadası falan o vaxtda Osmanlı dövlətinə asılı olan ərazilər idi. Antanta ərəblərə vəd verir ki, siz üsyanlar qaldırsaz Osmanlıya qarşı. Sizə bəzi muxtariyyətlər, nə bilim, ərazilər falan veriləcək, müstəqilliyiniz təmin olunacaq, amma bu tələb də yerinə yetirilmir, vədləri yəni. Növbəti Hindistandır. Hindistan bilir ki, bu dövrdə, yəni 1-ci Dünya müharibəsində İngiltərənin müstəmləkəsi idi. Hind qoşunları da İngiltərə tərəfindən 1-ci Dünya müharibəsində iştirak eləyirlər. Amma Hindistana verilən vədlər də yerinə yetirilmir. Yəni müstəqillik vədlərdir. Sonra düzdəyə məcburi şəkildə verəcək. Amma indi ən azından bunlar yerinə yetirmir. Ona görə Versal Vaşinqton sistemi qismən yarımçıq müqavilədir. Yəni uğurlu deyil. Qalib tərəflər üçün də, məğlub tərəflər üçün də. Misal o boyda sistemi hazırlayıb da Amerika, ABŞ özü sistemdən geridə qalır. Çünki təzyiqçilik siyasəti yeridir. Bir də onu demədim. Onu da qeyd edeyim ki, sizə
Amerika, yəni Woodrow Wilson istəmirdi ki, Yaponiya uzaq şərqdə möhkəmlənsin. Çünki Çin ona lazım idi. Çünki indi də bilirsiniz də Çin necə bir sənaye, ticarət dövlətidir. Sənaye iqtisadi baxımdan ona lazım idi. Ona görə də istəmədi ki, Çini əldən versin. Bu mövzu ilə də bağlı bu qədər, məncə bu qədər kifayət olar, yekunlaşdıraq. Sizə uğurlar, ümid edirəm ki, sizə aydın olmuş olar mövzu. Təşəkkürlər.